or blue. You choose the field. You stay here. You have the ball here, okay? You are captain. Good luck, okay? Sevimli komandamıza dəstək olması üçün Neftçi rəhbərliyi tərəfindən belə bir addım atıldı. Start səsləndi və uğurlar Neftçi, uğurlar flaqman. Topa ilk toxunuş məhz bizim futbolçulardan gəldi. Bir nəfərdən ibarət canlı səhət Royni Kvaşkvadze tərəfindən. Qapıya zərbə və qapçı Royni topu tutur. 4-cü dəqiqədə Braziliyalı Solokay futbolçunun qüvvətli zərbəsi və qapçı. 5 nəfərlə gəliblər cərimə meydançasına doğru və Rauf Mehdiyev. Daha sonra müdafiəçilər təhlükəni sonuçdururlar. Əhsən. Belə oynamaq lazımdır, diqqətli olmaq lazımdır. Qayda pozulmayıb, topa nəzarət gürcülərdə. Abdisauri. Nikolas Kanales'in digər futbolçularımızın fərqlənməsini istədiyi əsas odur ki, Neftçi qalib gəlsin. Rəşad Sadigov. Mərkəzdə onun üzərinə böyük yük düşəcək. Julius Vovay zərbə indirmək lazımdır. Xramanla yolaşı Melikovu görür. Melikovun ötürməsi. Royni topu tutdu. Gol vurmaq üçün yaxşı imkan. Top bizdədir Rəşad Sadigov. Sadigovun zərbəsi. Qapçı. Hələ ki qapçı qola mane olur. Əhsən. Bu isə Rəşad Sadigovun qüvvətli zərbəsi. Qapçı yenə də düzgün mövqe seçdi. Şərikadze. Adi bir səhv və Zestafoninin hücumu. Diqqətli olmaq lazımdır. Zərbə və Rauf Mehdiyev topu tutdu. Diqqətli olmaq lazımdır və bu epizodlar həyəcan təbil olsun komandamız üçün. Belə səhvlər bağışlanmır özdə Avrokuboklar maçında. Julius Vovay xeyli geriyə çəkilib, uzun ötürmə. Kanales başla ötürür topu. İvan Verdiyev qapçı ilə təqvədəkdi. İvan Verdiyev. Gol! David İvan Verdiyev. Gol! Neftçi 1-0. Çox gözəl hücum və gol. 22-ci dəqiqə Neftçi 1, Zestafoni 0. Arzu ettiğimiz golü David İvan Verdiyev vurur. Bu futbolçunun xeyli artırdığını qeyd etmişdi maçın öncəsində. Çok güzel gol. Kanales'in mükemmel ötürmesini qeyd etmək lazımdır. Dalha arenaya toplaşan azarkeşlər ayaqüstə bu golu qeyd edirlər. Kanales'ten ideal ötürmə və David İvan Verdiyev. Qapçı ilə tətbiq dueldən qalib ayrıldı. Əhsən. Nəhayət ki istəyimiz baş tutdu. 1-0. Çok güzel oynadı David İvan Verdiyev. Golların ardı gəlsin inşallah və Zestafoni üzərində böyük hesablı qələbə qazanaq. Cavab qarşılaşmasına əla üstünlüklə yollanaq. Bunu ümid edirik. David İvan Verdiyev 22 yaşı var. Topu qazanırıq və Neftçi daha bir hücum təşkil edir. Rəşad Sadigov topladı. Mərkəz ötürür topu İvan Verdiyevlə oynayır. Sağ cinahda Vovay. Vovay topu qəbul edir. 3-cü gol lazımdır. Vovay. 2-0. Gol. Vovay. 23-cü dəqiqə 2-0. Möhtəşəmsən Neftçi. Əla başlamısan Neftçi. Belə devam et Neftçi. Mükəmməl gollar. Neftçi 2-0. Zestafoni şokdadır. Ve bu şoktan lazımınca yararlamak lazımdı. 2 dəqiqə 2 gol. Çok güzel start Neftçidən. Məni də yəqin hörmətli tamaşaçılar üzrlə hesab edərsiniz. Səsim batsa hər halda məlum səbəbdən olacaq bütün bunlar. Julius Vovay topu qəbul etdi. Cərimə meydançasına daxil oldu. Sol ayağı ilə yaxın güncü. Gözəl nişan aldı. Yenə də David İvan Verdiyev. Bir gol, bir məhsuldar ötürmə. Oyunun hələ ki qəhrəmanı David İvan Verdiyevdir. 2-0. Çok güzel. Bu templə devam etmək lazımdır. Rəqibi qollarla susturmaq lazımdır. Arxayınlaşmaq olmaz. Əsas budur. Menteşaşvili zərbəsi top qapı dilinə dəydi. Bəxtimiz gətirdi. Menteşaşvili 26-cı dəqiqədə diqqət mərkəzinə düşür. Çox ümumiyyətlə Zestafoni niyyətində Azərbaycan çempionatında çıxış etmiş daha 2 futbolçu da var.
Stefaninin bu hücumunu izləyək. Top qapıdan aralı keçir. Oyunlarından birinə imza atıb. Faul görünürdü. Erik Ramos dayaq yarı müdafiəçi kimi rəqibin hücumlarının qarşısını alırdı. Üçüncü gol! Amma bayraq qalxdı. Flavinho oyundan kənar vəziyyətdəydi. Özüm də, hörmətli tamaşaçılar, qolu qışqırdım, amma bir gözüm də yan xətt hakimindəydi. Ümid edirdim ki, bayraq qalxmayacaq, amma Laisman ofsaya işarə etdi, bayrağını qaldırdı. Hesab 2-0 davam edir. 16 Bruno Bertucci'lər biz görürük ki, ikinci hissəyə fəal başlayıblar. Hesab arasındakı fərqi azaltmağa çalışırlar. Bu baxımdan diqqətli olmaq lazımdır. Dongadze top meydandan çıxır, 2-cü zərbəsi olacaq. 53-cü dəqiqə Abdsaur'un yerinə yetirdi. 2-cü zərbəsi, diqqətli olmaq lazımdır. Diqqətli olmaq lazımdır. Ümid edək ki, Araz Abdullayev meydana daxil olaraq komandamıza gol qazandıracaq. 3-0! 3-0! Canales sözünə, vədinə əməl etdi. 3-0, 63-cü dəqiqə. Canales, Nicolas Canales, 3-0. Qapı qarşısında qarma-qarşıqlıq, Araz Abdullayevin ayağı düşərli oldu. 63-cü dəqiqə, 3-0 Canales vədinə əməl etdi, söz vermişdi. Debüt maçında gol vuracağına, Avrokuboklarda, doğmaz arkadaşlar önündə gol vuracağına söz vermişdi və vədinə də əməl etdi. Fikir verin, adi bir vəziyyətdə müdafiəçi və qapıçıların anlaşılmazlığı və Canales 3-0 edir hesabı. Əhsən, böyük hesablı qələbə reallaşmaqdadır. Belə davam etmək lazımdır. Golçu belə olar. Vəziyyətini düzgün kimi Kalikadze və yaxud da ki, David Muciri. Kalikadze'nin zərbəsi top qapının üstünə keçir. 17 qolla bombardir olub. Cərmə zərbəsini yerinə etirdi, top qapının üstündən keçdi. Təhlükəli zərbə idi. Qapıdan zərbə olacaq. İmam Merdiyevlə oynayır. Taban ötürməsi Sadigova, yenidən İmam Merdiyev. Aldalıcı hərəkətlər. Yerlə qapı qarşısına ötürmə alınmadı. Sadigovun zərbəsi. Təhlükəli və gözəl alınmışdı top. Sadigov. Bertucci. Bertucci iki futbolçunu əla keçir. Riskli hərəkətlər Bertucci. Bertucci üçüncüsündə keçir. Vobay. Araz Abdullayev. Abdullayevin ötürməsi. İmam Merdiyev sinəsiyle gol vurmaq istəyirdi. Qapımızda 3 gol görmüşdük. Odur ki, hələ arxayınlaşmayaq. Oyun 90 dəqiqədir. Vobay. Vobayın ötürməsi. Canales topa çatmır. Hücum davam edir. Hələ 10 dəqiqə var. 10 dəqiqə ərzində də qapını toxunulma saxlamaq lazımdır. Mirseyn Seyidov. Seyidov əla oynayır. Bertucci. 4-cü gol deyəsən gəlir. Bertucci. Bertucci'nin zərbəsi. Rayını topu tutdu. Kanlı Sədqurub Mehdiyev. 83-cü dəqiqə. Güc səsləndi. David Muciri. Dərin bir ah çəkək. Qapıya zərbə, Mehdiyev əla oynuyor. Son saniyələrdə komandamızı real goldan xilas etdi Rauf Mehdiyev. 36 yaşlı təcrübəli qapıcı. Zərbəni isə 14 nömrəli Levan Kalikadze endirmişdi yaxın. Neftçi 3 Stafoni 0. Çempionlar Liqasının ikinci təsnimat mərhələsi. İlk oyun, komandamızı təbrik edirik. Penaltı səsləndi, komandamızı təbrik edirik. Möhtəşəm qələbə. Azərbaycan xalqını, Neftçini, Neftçi azarkeşlərini, bütün hər kəsi təbrik edirik, hörmətli tamaşaçılar.